Anton Çexov, Memurun Ölümü. Bir gün akşam egzekutor Ivan Dmitrich Çervyakov ikinci sıra kresloda oturup durbin ile Kornev zəngləri operasına baxır və özünü son derece xoşbəxt hiss edirdi. Lakin birdən sözünə tez-tez təsadüf olunur. Müəlliflər haqlıdırlar. Həyat gözlənilmədən baş verən hadisələrlə doludur. Bəli, birdən onun üz-gözü qırışdı. Gözləri qıyıldı, nəfəsi kəsildi. O, durbini gözündən uzaqlaşdırıb əyildi və askırdı. Askırmaq heç kimə, heç yerdə qüsur tutulmur. Kəndlilər də, polis müdürləri də, bəzən hətta gizli müşavirlər də askırırlar. Hamı askırır. Çervyakov heç pərt olmadı. Yaylıqla ağız burnunu sildi və askırması ilə bir kimsəni narahat edib etmədiyini bilmək üçün nəzakətli bir adam kimi ətrafına baxdı. Lakin bu zaman o utanmalı oldu. Qabaqda birinci sırada oturan bir qoca öz əlciyi ilə daz başını və boynunu bərk-bərk silir və yavaşcadan deyinirdi. Çervyakov qocanı tanıdı. O, yollar idarəsində işləyən Statski general Brizjalov idi. Çervyakov düşünərək öz-özünə dedi. Askıranda tüpürcəyim üstünə sıçrayıb. Mənim rəisim olmasa da hər halda yaxşı olmadı. Üzr istəmək lazımdır. Çervyakov öskürdü və özünü qabağa verib generalın qulağına pıçıldadı. Bağışlayın, zat ailələri, askıranda üzünüzə sıçrayıb. Qəfildən oldu. Eybi yoxdur. Allah eşqinə bağışlayın, mən bunu bilə-bilə eləmədim. Oturun yerinizdə, xahiş edirəm. Qoyun qulaq asa. Çervyakov pərt olub, mənasız bir halda gülümsədi və səhnəyə tamaşa etməyə başladı. O tamaşa edirdi, ancaq əvvəlki ləzzəti duymurdu. Çox narahat idi. Tənəffüsdə Brizjalova yaxınlaşdı və onun yanı ilə gedə-gedə özünə ürək-dirək verərək astadan dedi. Zat ailələri, mən askıranda sizin üstünüzə sıçradı. Bağışlayın, axı mən, general, bəsdir də, mən bunu unutmuşam, siz isə yenə də ondan danışırsınız, dedi. Bunu söyləyərkən o alt dodağını əsəbi halda tərpətdi. Çervyakov şübhəli generala baxaraq düşünürdü. Unudubdu, ancaq gözlərindən zəhər yağır. Heç danışmaq da istəmir. Onu başa salmalıyam ki, mən bunu bilə-bilə eləməmişəm. Bu təbiətin qanunudur. Yoxsa elə güman edər ki, mən onun üstünə tüpürmək istəmişəm. İndi belə düşünməsə də, sonra bu cür düşünə bilər. Çervyakov evə gəldikdən sonra öz nəzakətsizliyini arvadına danışdı. Onun fikrincə, arvadı bu hadisəyə çox ağılsızcasına yanaşdı. O əvvəl qorxdu. Lakin Brizjalovun başqa rəis olduğunu bildikdən sonra sakitləşdi. Arvadı dedi, hər halda sən get üzr istə. Yoxsa elə güman edər ki, sən cəmaatın arasında özünü apara bilmirsən. Elə də eləmişəm. Üzr istədim. Ancaq o qəribə adamdı. Heç əməlli başlı bir söz demədi. Danışmağa da vaxtı yox idi. Ertəsi gün Çervyakov təzə vismundirini geydi. Üzünü qırxdırdı və izahat vermək üçün Brizjalovun yanına getdi. Generalın qəbul otağına girəndə orada öz işindən ötürü gələn çoxlu adam gördü. General özü də onların arasında idi. O gələnləri yenicə qəbul etməyə başlamışdı. Bir neçə nəfərdən nə üçün gəldiyini soruşduqdan sonra Çervyakova da baxdı. Zat ailələri, dünən əgər yadınızdadırsa,
Arkadida, deyə ekzekutor izah etməyə başladı. Mən asqırdım və sizin üstünüzə sıçradım. Bağış, xataya düşmədik, heç dəxli var. General o bir adama müraciət etdi. Sizə nə lazımdır? Çevyakov rəngi ağarmış halda fikirləşdi. Heç danışmaq istəmir. Deməli, acığı tutdu. Yox, bu məsələni belə qoymaq olmaz. Mən ona izah etməliyəm. General axırıncı adamla söhbəti qurtardıqdan sonra içəriyə girmək istəyirdi ki, Çevyakov onun ardınca gedərək mırıldadı. Zat ailələri, cənabınızın rahatlığını pozmağa cəsarət edirəmsə, bunu məhz peşmançılığımı bildirmək üzündən edirəm. Özünüz bilirsiniz ki, mən bunu bilə-bilə etməmişəm. General ağlamsınmış kimi üz gözünü qırışdıraraq əlini yellədi. Cənab, siz məni ələ salmısınız? Deyərək içəri girdi. Çevyakov düşünərək öz-özünə dedi. Ələ salmaq nədir? Burada heç bir ələ salmaq filan yoxdur. Özü generaldır, ancaq başa düşmür. İş ki belə oldu, mən daha bu yalancı pəhləvandan üzr istəməyəcəyəm. Qoy cəhənnəm olsun, ona məktub yazacağam, amma yanına getməyəcəyəm. Vallah getməyəcəyəm. Çevyakov evə gedərkən belə düşünürdü. O, generala məktub yazmadı. Fikirləşdi, məktubu necə yazmaq haqqında heç bir qərara gələ bilmədi. Ertəsi gün yenə də özü getməli oldu. General başını qaldırıb sual edici bir nəzərlə ona baxarkən o belə dedi. Zat ailələri, mən dünən sizi narahat edərkən heç də siz buyurduğunuz kimi sizə ələ salmaq fikrində deyildim. Mən asqırarkən sizin üstünüzü buladığım üçün üzr istəməyə gəlmişdim. Sizi ələ salmaq mənim heç ağlıma da gəlməzdi. Mən sizi ələ salmağa heç cəsarət edərəmmi? Biz başqalarını ələ salırıqsa, onda deməli ki, böyüklərə heç hörmətimiz qalmaz. General qəzəbindən görərək titrəyirdi. O birdən, rədd ol buradan, deyə çığırdı. Dəhşətdən yerində donub qalmış Çevyakov pıçıltı ilə soruşdu. Nə? General ayağını yerə vuraraq təkrar etdi. Rədd ol buradan. Çevyakovun elə bir ürəyi qopdu. O heç bir şey görmədi. Heç bir şey eşitmədi. Yavaş-yavaş qapıya tərəf getdi və küçəyə çıxıb səndələyə-səndələyə yeridi. Evə necə gəldiyini özü də hiss etmədi. Vismundirini çıxarmadan divanda uzandı və öldü.